Bugünlərdə qəzetlər şad bir xəbər gətirdi. Böyük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərmiş Azərbaycan xalqının igid oğlu Mehdi Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı qəhrəmanı adı verilmişdir. Vaxtilə Mehdinin müəllimi olmuş kompozitor Səid Rüstəmov onun oxuduğu 19 nömrəli məktəbə gəlmişdir. O, uşaqlara ən sevimli şairdə haqqında xatirələrini danışır. Mehdi 7-ci sinifə qədər burada oxumuşdur. İndi onun oturduğu yer fəxri parta adlanır. Bu partada ancaq əlaçı və intizamlı şairlər otura bilərlər. Qəhrəmanın yaşadığı ev, Mehdinin bacıları Hürriyyət Əzizbəyova və Pikə xanım Əlizadə onun şəxsi şeylərini, fotoşəkillərini və müxtəlif sənədlərini Azərbaycan Tarix Muzeyinə verməyə hazırlayırlar. Mehdi Hüseynzadənin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daima yaşayacaqdır.